Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Telli, 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 bu telli durmaq, sanmaq ki yaralı, uçmaz bir daha, sancılmış qanadı, ötən buluda, keçmişdəki məni, o sanır yada, bir də çıxma dolaşıb yollara, ormanlara, dağlara, o qarlı olmaya, hər şey keçib gedər zamanla, biz büyüdük və kirləndi dünya. Ay, gününüz uğurlu olsun. Salam əziz tamaşaçılar, necəsiniz? Yaxşısınız, biz gəldik. Biz başladıq, günorta efirdəyik. Bəli, bəli, səhər yox ha, axşam da yox, günorta efirdəyik. Və rəqs elədim, nəfəsim kəsildi. Mahnını eşitdiniz də, nə gözəl mahnı. Məncə siz də elə o fincan çayı bir kənara qoyun, mənimlə birgə rəqs eləyin. Sevinirəm, çünki dostum buradadır. Mən onu çox sevirəm. Vallahi bilirsiniz, bunu verilişlərimdən də bilirsiniz, danışıqlarımdan da, sosial şəbəkələrimdən də. Bugün sizin də sevdiyiniz, mənim də sevdiyim bir dostum verilişimizdə qonaq olacaq. O, Respublikanın əməkdar artistidir. Mən sizi çox gözlətməyəcəm. Mən istəyirəm ki, onun səsi yox, həm də özü də bu studiyada olsun. O oxusun, mən rəqs eləyim, siz də evdə rəqs eləyin. Necə dedim? Məncə, əla demişəm. Beləliklə, bilirsiniz, bir neçə ay öncə bir möhtəşəm konsert Sarayda, Heydər Əliyev adına Sarayda təqdim elədik tamaşaçılara. Bir həftə konsertə qalmış, bilet tapılmırdı. Hamı o biletləri aldı. Siz xalq, bax, onu belə yüksəklərə qaldırdınız. O da bunu deyir, hər zaman deyir. Efirlərdən, sosiallardan, hər yerdə deyir ki, məni zirvələrə qaldıran bu xalqdır. O xalqı sevir, o sizi də sevir, bizi də sevir. O pressaya o qədər hörmət qoyur ki, o televiziyaları hamısını çox sevir. Elə bir sözlə, niyə də gəlməsin ki, Respublikanın əməkdar artisti, mənim əziz dostum, gözəl ana, gözəl nənə, gözəl qadın. Bu günlərdə nə gözəlləşib? Mətanət xanım İskəndərli mahnı ilə gəl, gözəl bacı. Bir almanın yarısı, biri sensen biri mən, gözün ağı qarası, biri sensen biri mən, iki ceyran balası, biri sensen biri mən, iki ceyran balası, biri sensen biri mən. Gel bir dünya quraq biz, başqa kimsə olmasın. Gel bir dünya quraq biz, başqa kimsə olmasın. Biri qız biri oğlan, iki aşık oynasın. Biri qız biri oğlan, iki körpə oynasın. Açan hər gözəl gülüm, biri sənsən, biri mən. Açan hər gözəl gülüm, biri sənsən, biri mən. Qəfəsdəki bülbülün, biri sənsən, biri mən. Qəfəsdəki bülbülün, biri sənsən, biri mən. Gəl bir dünya quraq biz, başqa kimsə olmasın. Gəl bir dünya quraq biz, başqa kimsə olmasın. Biri qız, biri oğlan, iki aşık oynasın. Biri qız, biri oğlan,
kimse olmasın. Gel bir dünya kuraq biz, başka kimse olmasın. Biri kız biri oğlan, iki aşık oynasın. Biri kız biri oğlan, iki körpe oynasın. Biri kız biri oğlan, iki körpe oynasın. Biri kız biri oğlan, iki aşık oynasın. Ay, xoş gəlmisiniz, gözəl bacım. Can, can. Dostum. Allah bizi bir-birinə çox görməsin. Amin. Allah sizləri bizlərə çox görməsin, əziz xalqımız, əziz bizi izləyənlər, əziz tamaşaçılar. Hamınızı salamlayırıq. Belə gözəl gün arzu eləyirik. Yavaş-yavaş belə artıq şəhər qaynaşır yenə də. Hamı qayıdır şəhərə. Hamı qaynaşma gedir. Hamı istirahətdən gəlib, hamı yeni həvəslə, yeni ruhla Lamiyə xanım kimi başlayıblar işə. Öz hərə öz ampulasında. Bəli. Tək yaxşı olsun hər şey. Tək hamı xoşbəxt olsun. Bu çiçəklər sizin içindir. Nə gözəl bir gün gəldiniz bizim verilişimizə. Xoş gəldiniz. Həmişə ömrün, həmişə belə gül çiçəklə, bax belə musiqi ilə, belə evinizdə həmişə huzur olsun, heç vaxt söz-söhbət olmasın. Ona görə bəzi deyirlər ki, ev sözsüz olmaz, gör əzabsız. Olanda da tez həll olsun, yəni acı bağırsaq ki, buzlanmasın. Hə, mən razıyam. Bəli. Həmişə evinizdən belə körpə səsi, belə qonaqlı, qaralı olasınız bizim kimi. Maşallah. Keçin, əyləşin. Çox sağ olun, mənim. Çox sağ olun. Buradan əyləşin, zəhmət olmasa. Ürəyim dolu deyə qız. Çiçəklər də qoyun bura. Bəs bir gün danışmağa, oxumağa, söhbət eləməyə gəlmişik də. Bəs necə ola bilər? MTV kanalı sizin kanalınızdır. MTV kanalı. Hamı sevinir, hamısı gəlib bura MTV-nin bütün kollektivi buradadır. Hamısını salamlayıram. Başda rəhbərliyimizi salamlayıram, Ədalət müəllimi. Hamınızı hər şey gözəldir. Salamlayıram ki, bayaqlar konsertdən danışdın da, inan heç bir zaman itirmərəm, heç bir zaman. Ona görə deyirlər ki, dostlar, səni sevənlər həm sevincli günündə, həm çətin günündə bilinir də, belə bir söz var. Doğrudan da mənim üçün həm çətin idi. Çünki bu asan iş deyil də. Çətin idi, əlbəttə ki. Yəni, bilir ki, bütün bu incəsənət alimi, hətta xalq bilir. Hamı, inan ki, insanlar mənə yanaşırlar, deyirlər, ay Allah, biz bilir ki, konsert çox çətin şeydir. Bunu hamı bilir. Fikir verirsən, uşaqdan böyüyə bunu hamı bilir ki, konsert eləmək çox çətin bir şeydir. Yəni, bunun təşkilatı, bunun çox işləri var da. Qat toydan çox çətindir, yəni. Əlbəttə ki. Toy eləyənlər də bilir ki, necə toy eləmək çətindir. Bu toydan qat çox çətindir. Yəni, bu çətin günlərimdə, bu sevincli günlərimdə MTV kanalı mənə çox dəstək oldu. Başda, necə deyərlər, Ədalət müəllim, başda Lamiyəm mənim. Bilirsən, sən mənə bir dost kimi. Dosta nə gün də lazımdır bəs? Nə bilim, sən dəhşət bir insansın. MTV kanalı doğrudan da. Sənin kimi insanların, yəni, çox vaxt deyirlər, üzə tərif olmasın. Bu söz mənə heç anlamıram da bu söz. Çünki axı sağlığında sağlığında dəyər verin insanlara. Mədər xanım. Mən heç vaxt itirmərəm. Sən mənim yanımda bir dost kimi. 30 illik borcumdur. Əsl kişi qızı kimi durdun axıracan yanımda və əziyyətimi çəkdin və əziyyətimiz də gözəl bəhrə verdi. O cümlədən də Asif Kərimov, ondan sonra o cümlədən Elman Əzimov və o birisi televiziyalarda. Bütün kollektiv, televiziyalar, Xəzər televiziyası, ARB televiziyası, hamısı. Dadaşov. Murad Dadaşova mən buradan sonsuz təşəkkürümü bildirirəm. Ondan sonra Xəzər televiziyası, ARB kanalına təşəkkür, Rəşad müəllimə. Yəni, bütün o birisi televiziyalar. Və teleaparıcılara. Hamısı yanımızda. Salihim mənim. Hamı yanımızda oldu. Bütün xalqımıza, mənim yanımda olan tamaşaçılarıma, başda, yəni xalqımıza, yəni dövlətimizə təşəkkür edirik ki, biz sənəti sevərlər üçün belə imkan yaradırlar, belə şərait yaradırlar. Bu xalq sizi dəstəklədi. Sağ olun. Siz bir imtahan verdiniz, 30 ildən sonra 27 il idi konsert vermirdiniz.
O 27 ildən sonra böyük bir dəstək gəldi sizə. Ən əsas sən məni ürəkləndirdin. Oy, necə ürəkləndirdin, bəli. MTV kanalı sizi ürəkləndirdi. Necə deyərlər? Kökünü biz qoyduq. O kökünü orada qoyduq ki, başladıq. Bəli, Allah dedik çıxdı yola. Verilişdə. Doğrudan da bizim kanalımız çox böyük dəstək göstərdi sizə. Çox. Nə gözəl ki, bu işlərin nəticəsi olaraq hər şey uğurlu oldu. Və hamı əla, əhsən dedi. Nə gözəldir. Gözəl konsert. O konsert hazırlanır inşallah. Buradan Elman bəyi, Asif Kərimovu salamlayıram. Asif müəllim, konserti gözləyirik. Zəhmət olmasa hazırlayın onu efirə təqdim eləyək, tamaşaçılar da görsün. Mətən xanım, mən sizi təbrik eləyirəm bir daha. Bilirsiniz, bir müğənninin, bir ulduzun həyatında bizim uğurumuzdur, bəli, dedik alındırdıq, bəli, Asif müəllim. Elman Əzimovun, heç vaxt, çox əziyyət çəkdiniz. Mən sizin yanınızda dost kimi var idim, Asif müəllim prodüser kimi yanınızda, bütün işlər, musiqi rəhbəri kimi, Elman müəllim musiqi rəhbəri kimi, bütün bu işlərin, yəni, arxasında sizin dostlarınız var idi. Bəli, bizim, necə deyərlər, hamı səfərbər oldu da, hamı mənə dəstək oldu. Bütün xalq səfərbər oldu. İnan ki, mən təşəkkür, inan, bəlkə indi kimlərsə yadımdan çıxır, üzrü sayında. Bir də görsən adam, elə bir vacib adam yadından çıxır, olur belə hallar. Çox inciməsinlər. Hamıya təşəkkür edirəm. Hamıya, bəli. Zamiq xüsusilə səhnənin quruluşu, dekorun quruluşu, çox təşəkkür. Heydər Əliyev adına saraya, Heydər Əliyev adına saray, İlham müəllim başda olmaqla, Anar müəllim, bütün kollektiv, nə gözəl dəstək idi bu. Anar müəllim, bax, Heydər Əliyev sarayın rəhbərliyi, bax, görsən, nə yaxşı, çox sağ ol ki, yada salırsan, bir anlıq adamın yadından çıxır. Təşəkkür edirəm Heydər Əliyev sarayının bütün rəhbərliyinə, İlham müəllimə, Anar müəllimə, ondan sonra bütün kollektivinə, Heydər Əliyev adına sarayın kollektivinə. Sizin yanınızda olan hər kəs bir danışacaq. Darıxmayın, Gəncədən zəngimiz var. Mir Hüseyin bəy, dedilər ki, bizə telefon açmışsınız. Xoş eşidirik sizi. Salamlayıram İslamiyə xanım. Salam əleykum, necəsiz? Sağ olun, yaxşı olasınız. Siz necəsiz? Biz yaxşıyıq. Səsinizi eşitdik, daha da yaxşı oldu. Sizi salamlayıram. Dəyərli sənətkarımız Mətən xanımı salamlayıram. Böyük sənətkarımız, əllərindən öpürəm. Çox sağ ol. Mənim Mir Hüseynim. Mənim Mir Hüseynim. Gəncədən Can. Çoxlu salamlarımızı göndərirəm. Mən də bütün Gəncəyə salamlarımı göndərirəm sənin simanda. Tanıyırsınız? Mən fanatımdır. O neçə vaxtdır mənə zəng vurur ki, mən sən canlı olanda, canlı verişə çıxanda. Efiri görüb tez zəng elədi, nə gözəl. Qoy bir dəfə qoşulum ürək sözlərimi deyim. Buyurun da onu dinləyək. Bu 6 yaşından mənim fanatımdır. 6 yaşından. Nə gözəl. Evdə anası deyir ki, bu yaxın mən deməli əməliyyata gedəndə mənim üçün qurban demişdi. Mən bu yaxınlarda getdim Kərimlə, poezlə, təsəvvür elə getdik. Qatarla, Aysal. Qatarla getdik, qurbanı kəsdi mənim ayaqlarımın altında. Allah qurbanı qəbul eləsin. Təşəkkür eləyirəm sənə, Mir Hüseyin. Anası orada bütün atası qazidir özdə. Müəllim ailəsidir, ziyalı ailədir. Mir Hüseynin anasının əllərindən öpürük. Özü Seyiddir. Mən bilirsən ki, mənim nənəm ağır Seyid olub. Mənim Seyidlərə çox böyük hörmətim var. Sənin simanda bütün buradan salamlayıram. Bütün seyidlərimizi. Biz sizi eşidirik. Ürəyiniz doludur. Ürəyiniz doludur, buyurun. Anası mənə deyir ki, bu uşaq gecələr mahnısını təsəvvür elə, eşitməmiş yatmırdı. Onu qulaq asırdı, sonra yuxu gedirdi gözünə. Özünü də dinləyək, buyurun. Bəli, mən 14 illik Mətən xanımın fanatıyam. Yəni, onun səsinə, sənətinə bağlanmış bir insanım da. 6 yaşımdan uşaqkən, yəni birinci sinifə gedəndən mən Mətən xanımın mahnılarıyla, günü bu günə qədər də o mahnılarına qulaq asıram, o mahnılarıyla böyümüşəm. Yəni, o sənətkarın mən səsinə vurulmuşam da, belə deyim, bağlanmışam. İlk sevdiyim mahnı Gecələr mahnısı olub, bəli, Mətən xanım düz vuruladı ki, ilk sevdiyim mahnı Gecələr mahnısı olub. Ondan sonra bütün mahnılarını, demək olar ki, çoxunu əzbər bilirəm hətta. Nə gözəl. Hansıları əzbər bilirsiniz? Mənim üçün maraqlıdır. Bəli, öz də Mətən xanıma da şeirlər yazmışam, müzədə versəz, mən o şeirlərdən... Deyin o şeiri. Mikrofonu həmişə yaxın. Buyur, Hüseyin, buyur. Buyurun. Eşqinə şahiddir zaman, oxuduğu hər mahnı olubdur fəqan. Həyat eşqi ilə döyünür ürəyi hər an, səhvli sənətli zəhmət keşliyi davaqdır, onu gözü götürməyənlərə hər an. Sadədir, səmimidir o, qəlbi təmiz, dürüst xanımdır o.
İnanın çox həssasdır, xoşu gəlməz qaz qırmaqdan, şər atmaqdan, böhtandan. Ona görə fəxr edirik biz bu el anasından. Keşlə-keşli olubdur yolu, zülmətdən, əzabdan zirvəyə doğru. Pillə-pillə qalxıbdır bu şərəfli yolu. Tənhalıq öyrədib Allaha bağlılığı haqq yolunu. Allahın bir lütfüdür ki, bizlərə bəxş edib onu. Xüsusi qeyri-adi səsi ilə, sənəti ilə sevir hər kəs onu. Dua edək qorusun uca Allah onu. İşıq saçır səhnəyə, yüzlərlə dəstək olub gənclərə. Özü də gənc ikən gəlib bu sənətə. Məclislərin, bayramların gözəli və özəli, xalqımızın artisti inşallah da xalq artisti Mətanət İskəndərli. Ay Allah, Çox təşəkkür sağ ol edirəm. Mürisən. Var olun. Allah duaları qəbul eləsin. Var olun. Cəddin var olsun. Özdə o qədər vətənpərvərdir də, əskər getməyib də, hər fikrə gedib, depressiya düşür ki, mənə niyə əskər aparmırlar? Biraz problemi var, onun təzyiqi var. Təzyiqi var, ona görə deyirəm, fikir eləmə, gedəcəksən, biraz müalicə alarsan, gedərsən. Buradan bütün gəncəllərə, buradan Gəncəni salamlayırıq, gəncəllərə salamlarımızı çatdıraq. Siz tez-tez orada toy şənliklərində olursunuz, siz sevirlər. Gəncədən siz sevirlər. Gəncə cəmaatı məni o qədər sevir, o qədər. Mətan xanım, bu nə gözəllik? Bu nə gözəllik? Mətan xanım, əslində siz əməliyyata gedəndə mən biraz çox çəkindim, narahat oldum. Mən buradan təşəkkür edirəm Mübariz həkimə. Mən görürdüm, sən belə udquna qalmışdın, heç də demirdin amma. İstəyirdim deyim ki, elə nədir bu qəşəngsən, eləmə, getmə. Mən fikir elirdim ki, birdən də olmadı, belə oldu, belə. Çünki çox qorxulu əməliyyatdır. Hərə bir cür qəbul eləyir bu əməliyyatı. Orqanizm fərqlidir, hər şey ola bilər. Heç nədən sığortalanmamışıq ki. Amma bu nə gözəllik, Mübariz doktor, bu nə gözəllik. Mübariz doktor. Əlləriniz qızıldır. Adı əzbərdir dilimdə, bilmirəm familiyasını düz deyirəm, düz demirəm. Məmməd, səhv eləmirəmsə, Mübariz Məmmədəliyev, düz dedim familiyasını, bir dənə siz oradan da şey eləyərsiniz. Çünki mən onun əllərindən öpürəm. İnan ki, bu bir reklam deyil. Yox, onun reklamı ehtiyacı yoxdur ki. O özdə ki, mənə dedi ki, siz... Mən ömrü boyu bu sənətə gələndən dedi, bu plastik cərrah, həmişə istəmişəm ki, sizi əməliyyat eləyim. O qədər üz cizgiləriniz deyir, mənim xoş olub ki, yəni uşaqlıqdan deyib sizin fanatınızam. Mən Mübariz doktor, sizin əllərinizdən öpürəm. Mən neçə illərdir ürək eləmirdim ki, ay Allah, görəsən, axı, mən cizgilərimi çox sevirəm axılamaya. Heç nə dəyişməyib. Cizgiləriniz bir qram da dəyişməyib. Allahın verdiyi cizgiləri, axı, adam ona necə toxuna bilər də. Uşaqlıqdan, körpəlikdən mənim dostum olub. Mənim bu gözüm, qaşım, burnum, ağzım. Heç nə dəyişməyib. Necə deyə, həmişə adam özünü sevməyən kimi sevə bilər ki, düzdürmü? Yəni, həmişə sevmişəm öz cizgilərimi. Ona görə də deyirdim, ay Allah, birdən dəyişərlər də məni. Mən doktora dedim ki, Mübariz doktor, elə ki, məni dəyişmə. Dedim, mən elə eləyəcəyəm. Mən ümumiyyətlə o doktor elə eləyir ki, təbiiliyi saxlayır. İnsan dəyişmir. Amma insanı 20 il cavanlaşdırır. Elə bir sehirli xalatını salır belə üstümə, birdən açır belə. Mən Mətanət xanımın konsert qabağı, konsert öncəsi dedi, bu konsert eləyim. Ondan sonra gedərəm əməliyyata. Bilmək olmaz, üzüm yaxşı olar, pis olar. Nəsə başıma gələr, bilmir, dedi, bu konserti sağ-salamatçılıqla yola verim, amma doğrudan da o konsert də gözəl oldu. Mən istəyirəm, elə Mübariz müəllimin, Mübariz doktorun şərəfinə bir mahnı oxuyaq. Daha sonra reklamlarımız var, sonra söhbətlərimiz çoxdur. Telefon zəngləri, bilirsiniz nə qədər telefon zəngi var? Nə danışırsınız? Ona görə durun oxuyun, durun. Daha bir mahnı. Toxunmayın siz mənə, yanıb dolub durmuşam, gözlərimin yaşıyla həsrəti sularmışam. Toxunmayın siz mənə, bugün qonağım gəlir, yorğun düşmüş bu zəvvar, qollar
sevgisini satmıştı. Bir zamanlar milyona. Dokunmayın siz Allah, koyun özüne gelsin bu peşiman sevgilim, kollarımda dincəlsin. Dokunmayın siz ona, koyun mürgülü kalsın, itirdi sevgisin, yukularında tapsın. Dokunmayın siz ona, sevgide uduzu budur. Bir vaxt məni değişen, kapıma üz tutubdur. Dokunmayın siz ona, bağlanmıştım ben ona. O sevgisini satmıştı. Bir zamanlar milyona. Dokunmayın siz ona, sevgide uduzurdur. Bir vaxt məni değişen, kapıma öz tutubdur. Dokunmayın siz ona, bağlanmıştım ben ona. O sevgisini satmıştı bir zamanlar milyona. O sevgisini satmıştı bir zamanlar milyona. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik.
Ay, nə gözəl. Mən bilirəm ki, hamının ürəyindən keçdi bu mahnı və ifa elədik. Mahnı ilə getdi reklamlara, mahnı ilə qayıtdıq. Siz heç yerə ayrılmayın, çünki burası çox maraqlıdır. Keçin, əyləşin, mənim əzizim. Bir daha xoş gəlmişsiniz. Bizə yeni qoşulan tamaşaçıları bir daha salamlayırıq və Mətənd xanım bugün qonağımızdır. İndi bir sürprizimiz də olacaq. Mətənd xanım, bəli, deməli, bilirsiniz ki, sizi hamımız nə qədər sevirik. Bilirsiniz ki, sizin hər bir sözünüz mənim üçün qanundur. Siz bilirsiniz ki, siz nə dediniz, mən dostam da, yəni sizlə... Sən ki, həmişə məni belə hörmətli tutdun, əziz tutdun. Mikrofonu. Həmişə mənə əsl dostun dosta olan sədaqəti və həmişə göstərmirsən. Belə də olmalıdır. Sən sınanmış bir adamsan. Sən, çünki bu indiki elə bir çətin devirdir ki, elə bir gəlmişik, o bayaq telli durna səsləndi, deyir, böyüdük, kirləndi dünya. Çünki çox, yəni, istəmirəm o belə dərinliklərə gedim. Yəni, bu çətin devirdə sən əsl dostsan. Bəli, yaşasın əsl dostlar. Bəzilərinin üzü dönük, çox çıxırlar da, üzü dönük insanlar çoxdur. Amma sən əsl insansan. O qədər zəngimiz var. Bir telefonlara alo deyək və 404-84-24 012-404-84-24 canlı efir nömrələrdir. Ekranlardan görürsünüz. Telefon açın. Mətənd xanıma sözü olan buyursun. Zeynəb xanım, gününüz uğurlu olsun. Salam. Mən sizi salamlayıram. Mətənd xanımı salamlayıram. Ellər anasını salamlayıram. Çox şad oldum ki, mən onu efirdə gördüm. Mən bir söz vurğulamaq istəyirəm ki, bir dəfə mən haradasa bir müddət bundan qabaq hava limanında tanış olmuşdum Mətənət xanımla. Mən bilirdim ki, səmimi xanımdır, amma daha da əmin oldum buna. Çox səmimi, mehriban, insanlarla çox sadə rəftar eləyirdi. Yəni, çox həqiqətən də Mətənət İskəndərli sevməyimə peşman olmadım. Daha da sevgim ona qarşı artdı. Çox sağ olun. Adınız nədir xanım? Zeynəb xanım. Zeynəb xanım. Bəli, bəli. Bu yay biz görüşdük ya hava limanında deyəsən. Bəli. Oğlunuzla bərabər idiniz. Çox mehriban, çox sadə qarşıladınız. Yəni mən birinci çəkindim sizə yaxınlaşmağa, amma o qədər sadə bir insansınız ki. Mən bilirsiniz yadıma düşdü. Bəli, deməli, mənim başımda ağ şləpa vardı. Bəli, eynən. Deməli görürəm ki, mən bir söz deyim ki, xanım yaxınlaşdı belə elədi. Bayaqdan deyir baxıram. Deyirəm ki, ay Allah nə gözəl xanımdır da bu belə baxımlı mənə. Sonra mənə arxada dedilər ki, Mətənət İskəndərlidir. Ondan sonra mənə yaxınlaşdı. Hətta deyir, mən sizə baxdım, sevindim ki, bizim Azərbaycanımızın belə xanımları. O söz mənim yadımdan çıxmır. İnan ki, çox sağ olun Zeynəb xanım. Mən bir sözlə vurğulamaq istəyirəm ki, Mətənət xanım makiyajsız da, kosmetikasız da o qədər gözəl xanımdır ki, o orada heç bir kosmetikasız idi da, yəni o qədər gözəl bir xanımdır ki, yəni onun makiyaja ehtiyacı yoxdur o dərəcədə. Çox sağ olun, çox sağ olun. Minnətdaram, mən də eyni. Mən sizə dedim orada ki, əməliyyatdan təzə çıxmışam. Üzüm şiş idi, yadınıza gəlir də. Bəli. Bunlar hamısı mənim. Deməli, bilirsiniz necədir? Zeynəb xanım, mən təşəkkür edirəm. İndi biz danışacağıq, siz yəqin ki, bizi eşidəcəksiniz. Mən elə bütün tamaşaçılara demək istəyirəm. Dağ-dağa rast gəlməz, insana rast gələr. Ona görə dünyada gərək həmişə yaxşılıq eləyəsən, qabağıma çıxır. Mətənd xanım, siz yeganə adamsınız ki, bəlkə də. Yəni, əməliyyata getməmişdən də hamıya dediniz ki, əməliyyata gedəcəm. Əməliyyata getdiniz, hamıya dediniz ki, əməliyyata getmişəm. İndi kim nə deyirsiniz, əməliyyatdan çıxmışam. Siz onu gizlətmədiniz. Çox səmimi, siz nə varsa, mən sizi çox yaxşı tanıyıram da, bir 32 ildir. Nə varsa, hətta evinizdə belə nə varsa, heç kimdən gizlətmirsiniz. Yəni, bu sizin üçün, siz zəhmətkeş. Mən bilsən niyə görə eləyəm? Mən uşaqlıqdan eləyəm. Deyirəm ki, Allahdan gizlin deyilsə, niyə bəndələrdən gizlin olsun? Bilsən niyə görə? Bax, axı, o bəndələri də Allah yaradıb. Sən əgər Allahı sevirsənsə, o bəndələrini də sevməlisən. Uşaqlıqda neçə bacısınız? Mən Təranəni tanıyıram. 4 bacı, bir qardaş. Evində ilki mənəm. Amma sizə bənzəri də biri var. Elə bil əkizdir. Adı nədir? Sədaqət. 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 Deməli,
mən onu yolda görsəm kənardan mütləq çağıracaqdım ki, Mətanət xanım buradayam, mənə baxın. Yəni amma tanış deyildi. Gedib onu öpüb qucaqlayıb, ay Mətanət danışıb onunla. Sonra keçib o tərəfə deyib ayıl olub. Mətanət deyə mənlə belə soyuq danışdı. Cabbar Musayev qarışdırıb bizi. Heç belə əkizlər bəlkə də elənçini bir-birinə oxşamırlar. Deməli biz onu istədik ki, bu gün Mətanət xanıma sürpriz eləyə və dəvət eləyə bura. Gedib çıxıb başqa kanala, qonşu kanala. Deyirəm ki, Lamiyə xanımın verilişi var, mən gəlmişəm ona deyirəm. Vallahi Lamiyə xanım burada deyil, MTV-dədir, vallahi MTV-dədir. İstəyirəm onu dəvət eləyək. O, bax sizin bu gözəlliyinizi bir mahnı həsr eləyib, oxuyacaq, o gəlir, Sədaqət İskəndərli. Sədaqət, gəlin zəhmət olmasa, amma MTV-yə gəlin, başqa kanala getməyin. Mahnını verin. Xoş səsinə, heyran oldum səsinə, o xoş səsinə. Şirin-şirin sözünə, gülüm şirin sözünə. Şirin-şirin sözünə, gülüm şirin sözünə. Heyran oldum səsinə, o xoş səsinə. Heyran oldum səsinə, o xoş səsinə. Şirin-şirin sözünə, gülüm şirin sözünə. Şirin-şirin sözünə, gülüm şirin sözünə. Tanrı yaratmış səni, böyle ucaltmış səni. Tanrıya qurban olum, qəşən yaratmış səni. Tanrı yaratmış səni, böyle ucaltmış səni. Tanrıya qurban olum, qəşən yaratmış səni. Səni, qəşən yaratmış səni. Səni de olsana dolar. Məni de kim bu dərdə salar. Səni gönlüm səni arzular. Məni etdin məni bir qərar. Çiçəksən ay qız, elə bildim çiçəksən ay qız. Sanıram bir mələksən ay qız. Sanıram bir mələksən ay qız. Elə bildim çiçəksən ay qız. Elə bildim çiçəksən ay qız. Sanıram bir mələksən ay qız. Sanıram bir mələksən ay qız. Səni de olsana dolar. Məni de kim bu dərdə salar. Səni gönlüm səni arzular. Məni etdin məni bir qərar. Səni de olsana dolar. Məni
təşəkkür edirəm. Çox gözəl belə sürpriz oldu. Bu mahnını sizə həsr eləmişik. Bu mahnını mən bacıma həsr eləmişəm. Bu rəhmətli Məmməd Bağırzadə repertuarındandır. Ən sevdiyim mahnıdır ya bu. Mətanətin də ən sevdiyim mahnıdır. Mən də deyirəm ki, bacı bu mahnını mən sənə həsr eləmişəm. Çox sağ ol bacım. Çünki sən çox gözəlsən. Amma maşallah da gözəlliyinə biraz da gözəlliyi qatılıb. Daha da gözəlləşmirsən. Allah səni pis gözlərdən qorusun. Amin. 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 Nə gözəl gəlmisən. Ayağın necə uzundur. Sağ uzundur. olsaydı, baxacaqdı, fəxr eləyəcəkdi ki, mənim qızlarım gözəl. Mikrofon da götürməmisən, danışırsan. Mamamıza buradan salam deyirik. Mama izləyir bizi. Allah ona can sağlığı versin. Mama, gör necə qızlar dünyaya gətirmirsən, sənə qurban olaram ana. Canım mənim, mələyim mənim. Mən həmişə deyirəm ki, doğrudan da Allah bütün atalara, analara can sağ versin. Dünyasını dəyişmiş atalara qəni rəhmət eləsin. Bizim həyatdan dostumuz gedib. O bizim dostumuz idi. Reklamların vaxtıdır, necə gəlmisənsə, ay sədəqət. Başqa kanala necə gedib bu? Necə gedib? Maşallah. Gedim o deyir də orada getmişəm, deyirəm ki, Lamiyə xanımın burada verilişi var. Bu da 40-ın, deyirəm burada Lamiyə xanımın. Onlar da deyir ki, gedim çiliyə, valla Lamiyə xanım oradadır. Əsl bilinir ki, bax, müğənni səsidir. Bəli. O qədər oxuyub ki, bax, səsi var, səsi oturub. Reklamlardan sonra birlikdəyik, qonaqlarımız gəlməkdə davam edir, baxaq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Reklamlar bitdi əziz dostlar. Mən sponsorlarımıza bir təşəkkür borcum var ki, onu indi bu dəqiqə yerinə yetirəcəm. Tam Store Marketlər şəbəkəsi 3-16 sentyabr tarixində bütün Tam Store'larda yayın son fürsətləri kampaniyası davam edəcək. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlarda 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazaları şəbəkəsinin sosial şəbəkələrindən izləyə bilərsiniz və mağaza filialları 24 saat fəaliyyət göstərir ki, Tam Store tam istədiyiniz marketdir. 3-16 sentyabr, yayın son fürsəti. Eləcə Sleep Baby uşaq bezləri. Sizə balaca mələklərimizin ən yaxın dostlarından danışacağım. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarınızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpənizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkilərin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana körpədən də xoşbəxtdir. Sleep Baby, nəm salfetləri də var, ətirli, meyvəli, gigiyenik salfetləri də var, apteklərdən və marketlərdən əldə edə biləcəksiniz. Sleep Baby bizim seçimimiz, anaların seçimi. Dəniz Wedding Azərbaycan, sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss etməlidir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Weddingdir. Dostlar, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyə olunur. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Telefon nömrəsi 050-424-0770, ünvan Xocalı prospekti 29. F Group Construction, arzularınızı reallığa çevirən ünvan. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir F Group. Evinizdə və ya ofisinizdə gözəlliyi, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction olsun. Əlaqə telefonları 055-666-88-88. Tikinti üçün F Group'a müraciət edəcəksiniz. Belə, sponsorlara təşəkkürlərimiz bitdi. Mən isə Mətanət xanımı dəvət edirəm. Gözəl bir nəğmə ifa eləyəcək. Çünki DJ Roşka qonağımız da artıq. Roşka, xoş gəlmisən. Xoş gördük, hər vaxtınız xeyir olsun. Nə yaxşı ki, gəldin bugün. Tamaşaçıları salamlayıram, Mətanət xanımı salamlayıram.
Düzdür, çoxdan da görüşmürdük. Elə qismət bu günəymiş. Çox sevindim səni gördüm. Təşəkkür eləyirəm. Mətənd xanım. Hər zaman yəni mən necə deyirlər, ürəyim istəyir ki, həmişə yanımda olasan, sən həmişə bunu duyursan və gəlirsən. Yəni verişdə çox arzu eləyirəm ki, həmişə yanımda olasan. Mən telefona açmışdım Roşkaya, işim var idi. Tamamilə təsadüf. Yaradıcı sən gələcəksən, çox sevindim. Lamiyə xanım, mən bu günləri öyle sevindirdi ki. Mən dostlarımı axtarıram hər zaman. Deyəndə ki, Roşka burada olacaq, çox sevindim. Təşəkkür eləyirəm sənə gəlişin üçün. Sağ olun, mən də şadam. Çiçək var, studiyamıza sizə çiçək gəlibdir. O çiçəkləri zəhmət olmasa, mənə onu təqdim eləyən. Hardan gəlsə yaxşıdır. Mənə indi deyirlər, bax, mən eşidirəm. Hardan gəlsə. Sizcə, deməyəcəm hardan gəlib. Alo deyəcəyik. Mətənd xanım, bir alo deyin. Alo. Mikrofonu yaxın tutun. Alo. Elə sevirəm belə sürprizləri ki. Alo. Alo. Gününüz uğurlu olsun. Gününüz uğurlu olsun. Mənim sevimli stilistim. İnstudiyadan Anar, stilist Anar telefon xətindədir. Bu çiçəklər də Anardan gəldi sizə. Ay, çox sağ ol Anar, çox sağ ol. Anar, eşidirik səni. Təşəkkür eləyirəm sənə. İnstudiyanda bütün kollektivini başda Nigar xanım olmaqla salamlayıram hamınızı. Biz də sizi kollektivimiz adından salamlayırıq. Gözəl sənətkarımız, dəyərli sənətkarımız Mətənd xanım haqqında danış bitməz. Gözəl məhəmmətli xanım. Hər zaman sizi gözləyirik. Aycan. Anar, gün orada səhər tezdəndən Anar mənim saçımı düzəldir. Deyir ki, qonağınız kimdir? Lamiyə xanım verirəm, Mətənd xanımdır. Sağ olsun. Ay, mən onu necə çox istəyirəm. Mən bilirəm. Ay, mən bir çiçək alım, göndərəcəm, çiçəklər göndərəcəm ora. Bilirsiniz, sizi sevir İnstudiyada hər kəs. Yeri gəlmişkən, Anar, 28-i görüşürük Zeynəbin toyunda. İnşallah. Vizaj ustamızın toyunda. Anar, arzularını de, Mətənd xanım gör nə gözəldir. Mətənd xanım hər zaman gözəldir. Xalqımızın dəyərli sənətkarıdır. Sənətində uğurlar, ancaq uğurlar, zirvələr, can sağlığı. Çox sağ olun. Təşəkkür edirik. Hər zaman gözləyirik sizin salonumuzun qapısı, bacası hər zaman sizə açıqdır. Buradan Ateşin salamlar İnstudiyaya. İnstudiyanı alqışlayırıq hamımız. Hamının sevimli məkanıdır. Mən ümumiyyətlə evimə çevrilib. Evimdən çox İnstudiyada oluram. Zeynəbimə təşəkkürlər. Günay Ustaya təşəkkürlər. Anar, sənə, Nigar başda olmaqla, İradə İbrahimovaya təşəkkürlər. Mən də İradə xanımı salamlayıram, gözəl müğənnimizi. Hə, Tərlan, uşaqlar, hamınız, Samirə xanım, hamınıza təşəkkür edir. Sona xanım başda olmaqla. Bilirsiniz, deyir ki, zəng eləyəcəm. Mətənd xanımı deyir, ürəyim istəyir, gəlsin deyir studiyamıza. Gələcəm, Allah qoysa, mən də sizin üçün darıxmışam. Darıxmışsan, bir get. Anar hər zaman özlərində və saç düzümlərində çox yeniliklər yaradandır. Ona görə də sən əməliyyatdan çıxmış gözəl xanımı kim bəzəmək istəməz ki, belə də ki. Roşka, oxuyaq mı? Sənin mahnını, sən bax o mahnıya bayaq Mətənd xanım dedi ki, nəfəs vermirsən. Nəfəs. Əslində mahnının özü də çox gözəl mahnı idi. Sadəcə olaraq biz öz sehirli toxunuşlarımızı eləmişik, amma bir şey ki, o mahnını Mətənd xanım oxuyubsa dayı. Mən sənə həmişə təşəkkür eləyəcəyəm. İki mahnı oxuyub da sənə. Bu mahnıya, bu Gecələr mahnısına sevdirə bilmədim. Gecələr Aşıq müəllimində, hə? İkinci nəfəsi yox, Xanım İsmail qızının. Xanım İsmail qızının. Sevdirə bilmədim. Və Sədaqət Rəşid qızının. Mən buradan salamlayıram əziz dostlarımızı. Buradan da salamlayıram Xanım İsmail qızını, Sədaqət Rəşid qızını. Roşka, mən sənə təşəkkür eləyirəm. Sən o iki mahnını sevdirə bilmədim özümü sənə. Bir də Gecələr mahnısını. Elif onları yenidən nəfəs verdin. Yeni ikinci nəfəs verdin onlara. Ömürlərini daha da uzattın. Əgər bir şey eləmişəmsə, yaxşı olubsa, xoşunuza gəlibsə, mən özüm də çox şadam. Mən sənə təşəkkür eləyirəm. Çox sağ olun. Hələ amma gözləyirəm, yenə də mahnı gözləyirəm. Mən o sualı verəcəm, dayanın. Lamiyə xanım, reklam arasında Mətənd xanımla danışırıq ki, nəsə bir fərqli bir, yenidən bir proyekt eləyək inşallah ki, ən qısa zamanda. Çünki istəyirlər yenə, çünki mən çıxıram xalqın içinə. Hamı mənə deyir ki, nə olar, yenə eləyin də, Roşka ilə, yenə eləyin. Çox qəşəng də kliplər çəkdirmişsiniz. Gözləyirlər, musiqi sevərlər gözləyirlər. Gəlin dinləyək, daha sonra
tamaşaçılar gözləyir mahnını. Heç fərq eləməz, gecələr gəlsin, yoxsa sevdirə bilmədim gəlsin. Əsas o da qoy gəlsin. Göz istəsəydin, bir nəğmə olardım. Söz istəsəydin, məni sevmək üçün, məni görmək üçün, göz istəsəydin, kör qalıb verərdim gözümü sənə, sevdirə bilmədim özümü sənə. Nüsrət Kəsəməllidəndir. Amma gecələr oxuyacaqsınız. Gecələr oxuyacaqsınız. DJ Roşka. One. Günlərin sonu bilinmiş, bulutlar kədərdən dolur, yollardan həsrət silinmiş, qovaqlar saçlarım yolur gecələr. Baş əyirik. Yox. Yenə də reklam deyil. Efirdəyik. Xoş gəldin.
Fariz, necəsən? Mikrofon, Mətan xan, ver mikrofonu qoyun danışdın. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun. İnşallah bu gözəl enerjilərimizi bizim dəyərli kanalımıza və bütün tamaşaçılarına ötürürəm və dəyərli sənətkarımızı, gözəl xanımlarımızı və gözəl sənətkarımızı salamlayıram. Hər kəsə xoş istirahətlər diləyirəm. DJ Roşka, az öncə səhnə arxasında görüşmüşük. Sədaqət bacı. Təbii ki, gözəl sənətkarımızla. Səhnə arxası başqadır. Efirdə görüşmək başqadır. Gününüz uğurlu olsun, tamaşaçı. Şərqiyə xanım, gününüz uğurlu olsun. Səsi artırın, zəhmət olmasa eşitmirik. Telefon zəngi var yenə. Bəli. Şərqiyə xanım. Bəli. Necəsiniz? Sağ olun, siz necəsiniz? Çox təşəkkür edirik, baxırsınız bizə. Ramiyə xanım, sizin gün ortağınız xeyirli olsun, verilişi uğurlu olsun. Can, təşəkkür edirəm. Mətanət xanıma görə mən zəng vurmuşam. Əlbəttə ki, bugünün qəhrəmanı Mətanət xanımdır. Gözəllər gözəli. Onu mən çox sevirəm. Onun gözəlliyi qarşısında baş əyib, dik çöküb, əllərindən öpürəm. Can, çox böyük sözlər idi, əstağfurullah. Şərqiyə xanım, tamaşaçıdır. Çox sevirəm. Nə dediniz? Onun gözəlliyi həmişə var olsun. Allah onu qorusun. Eşidir görəsən mənə oynayır. Eşidir. Can. Biraz söhbət elədik, başımız qədər. Telefona siz qulaq asın. Biz 2 dəqiqə gecikməklə gedirik də. Siz telefona qulaq asın. Bir də təkrar edin, mən eşitmədim nə dediniz. Mən deyirəm ki, Mətanət xanım, sizin gözəlliyiniz qarşısında dik çöküb, əllərinizdən öpürəm. Can, biz də sizin əllərinizdən öpürük. Çox sağ olun, təşəkkür eləyirəm. Öpürəm sizi, var olasınız. Allah sizi qorusun, mən sizin kimi Azərbaycan analarının, Azərbaycan qadınlarının, bütün qəhrəman Azərbaycan xalqının sizin simanızda, bütün qəhrəman Azərbaycan xalqının qarşısında diz çökürəm ki, gəlib bu illərə bizləri çatdırmısınız. Düz 35 ildir ki, mən xalqımıza, dövlətimizə xidmət eləyirəm. Təşəkkür eləyirəm sizlərə. Allah var eləsin bizim xalqımızı. Belə toylu düyünlü günlər, bir müğənninin arzusu nə ola bilər? Ancaq xalqının qapısında toy, düyün, bayramlar, şənliklər olsun, biz də gələk sizin ürəyinizi sevindirək. Can, burada bacım da buradadır, Sədaqət İskəndərli. O da eyni mənə oxşuyur. Və tamaşaçılar zəng eləyə bilərsiniz, telefon nömrələrimizi görürsünüz, 404-24-24 telefon nömrələrimizdir. Canlı efirdəyik, sizi gözləyirik, nə sözünüz varsa buyurun, buradayıq. Əyləşin. Fariz, gəl buram. Fariz, sən gəl buram. Bəli, getdi. Əyləş, Fariz. Mikrofon var da hər kəsdə. Vəssalam. Yox, danışırıq. Niyə ki reklama gedək? Artıq gördünüz, o qədər reklam verdik. Mətanət xanım artıq qorxur. Hər dəqiqə reklamdayıq. Yox, təbii ki, Fariz sizin yeni duet ortağınızdır. Fariz mənim təzə babamdır. Təzə gəlib dünyaya. Əslində, toylarda, bütöv toylarda siz olanda mən Farizi görürəm sizin yanınızda. Keçən dəfə də bizim qohumların toyundaydınız, nə gözəl. Yəni, bütöv toyda bir də gördüm, Fariz gəldi, gözəl də oxuyur, gözəl də sənətçidir. İnşallah ki... Əlindən tutmuşam, Allah nə qədər istəyəcək, Allah nə qədər, necə deyərlər, hər şey çünki Allahın izni ilə olur. Allahın izni olmasa yarpaq belə düşə bilməz. Əlindən tutmuşam, deməli Allah qismət eləyib ki, bu insanın əlindən tut. Mən də Allaha görə onun əlindən tutmuşam. İndi Allah hara qədər indi qaldıracaq, yenə Allah özü bilir. Amma Allah ürəyinizə görə versin. Mən sizə bir söz deyim. Mən, necə deyərlər, Allah deyir ki, əgər bir insanı mən sənin qapına göndərirəmsə, yanıva göndərirəmsə, deməli, gör səni nə qədər dəyərləndirirəm ki, öz bəndəmi sənin qapıva göndərirəm. Belə bir kəlamı mən elə təsir eləyib mənə, gör, nədir də bu? Yəni, hər şey Allahın işidir, lamıyam. Hamımız sınaqdayıq. Əlbəttə ki. Bax, hamımızı sınıyır. Onu göndərib, onu bir cür sınıyır. Məni də sınıyır. Mən Allahdan o qədər qorxuram. Mən ümumiyyətlə gərək çalışıram hamıya, hamının üzünə gülüm. Bilirsiniz necədir? İnsanları qəlbin qırmaq Allaha o qədər
belə necə deyim, xoş olmur. Bəli. İnsanların qəlbini qırmazlar. İnsanları haqqına girməzlər. Mən bu şeylərdən çox qorxuram bu həyatda. Ona görə də çalışıram ki, gərək heç kimin ahını almayasan. Heç kimin çörəyinə bais olmayasan. Və kömək eləyəsən. Heç kimin ah-naləsini almayasan. O köməyi də sən eləyirsən, nə xoş. Olur insan halıdır. Bir də görsən əsəbləşirsən də. Allah da deyir ki, yəni sonra hirsin soyuyur. Çox qorxuram. Amma fikirləşməyəsən ki, elə bu hirslə axıracan gedim, yox. İndi məsələn, hərdən adam bezir də, deyir ki, nə olur, elə hamı mənim üstümə gəlir. Amma Allahın ən sevimli bəndəsi o kəsdir ki, yəni Allah o bəndələrini sənin üstünə göndər. Deməli, sən Allah tərəfindən seçilmişsən ki, bu bəndələrə, yəni sənin vasitənlə kömək olunsun. Göndərirəm köməklə. Görün, bacarırsan, bacarmırsan yaxşılıq eləməyi. Mən sevinirəm ki. Xanıma alo deyək. Xanım. Good afternoon. Gözəller gözəli. My friend. O kimdir? Good afternoon. İçəri şəhərdən, Bakılılardan sizə salamlar. Bizim xanım müəllimədir. Good afternoon. İngilis dilində danışır bizimlə hər zaman. Necəsiniz? Ay gözəl mələk, ay ağ libaslı, ay bütün reytingləri alt-üst eləyən, ay bütün kanalları birazdan bağlatacaqsan. Hansımız üçün? Sən nə gözəlsən, sən bugün nə gözəlsən. Mən yoxsa... Sən bugün nə gözəlsən, nə gözəl qonaqlar dəvət eləmişsən. Bəh, elimizin qızı. Bəh, elimizin qızı. Söylə kim var ürəyimdə, demə kim var ürəyimdə. Sən varsan, Mətanət xanım, sən varsan. Demə kim ürəyimdə, söylə kim var ürəyimdə. Lamiyə xanım, sən varsan, sən varsan. Ay, nə gözəl, Allah olsun sənə. Bu bizim mahnımızdır, bunu oxuyun Mətanət xanım. Bu mənim sevgilimə, həyat yollarıma qovuşduğum mahnıdır. Bunu oxu ginən, qurban sənə. Nədir? Lamiyə xanım, o qədər darıxmışsınız? Deyirəm, bu mahnı məni həyat yoldaşıma qovuşdurur. Həyat yoldaşına. Demək kim var ürəyimdə. Mahnını hazırlayın, xahiş edirəm. Kim var ürəyimdə. Sənə qurban olum, ay Lamiyə xanım. O redaktorumuza Allah belə min budaq eləsin. Məni sizə qovuşdurdu. Bəzən geç zəng eləsəm, qurban sənə, incimə. Daim məktəbdə başlayır. Bilirsən, özün bilirsən mənim ziyalı balam. Bir də Allah qoysa Nuridə zəng eləyəcəm. Yəni onu bilginən ki, sən bizim ürəyim. Allah qoysa. Yaxşı, mən razı. Mən təşəkkür edirəm. Təşəkkür edirəm. Mətanət xanım, indi onu canlı ifa eləyəcək sizin üçün. Oxu. Oxuyum elə. Canlı. Varmı mahnı? Qəşəng mahnıdır. Sevirəm o mahnını. Kim var? Sən varsan mahnısı. Oxusun da tamaşaçımız üçün. Böyük məmnuniyyətlə. Vaxtımız varmı? Hazırdır mı? Oxuyaq. Buyurun.
Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Nə gözəl, sevirəm o sözü, havalı ya. Mən bilirəm, Lamiyə, sən hər mahnını bəyən, amma düzün deyək. Bütün stüdyo oynuyor. Baxın, görün, bütün televiziya buradadır. Bu mahnı yenidir. Bayaq DJ Roşka, sən bunu üstündə işləmək istəyirsən? Əyləş Faris. Sənə necədir? Allah xeyirli olsun, amma bu... Yəni bir şey ki, nəsə görürsən... Yeni eləmirəmsə. Yenidirsə, bir müddət keçsin, sonra baxarım. Bir müddət keçsin, sonra bir də əl gəzdirərsən bu mahnıya. Deməli, Balakənə getdim mən. Və orada hamısı avarlar, ləzgilər və bu ləzgin... Sevirəm o bölgəni. Girən kimi, dedim ki, elə bir ürəyimə dalmışdı. Dedim ki, gedək Balakənə. Dedim ki, gedək Balakənə də, Farizkə gedək. Vay, kaş mənim işim var, gedə bilmərəm. Elə Balakənə çatan kimi, toya girən kimi bir dəstə cavan oğlanlar gəldilər.
eşqin havasındayam, havalıyam, onu oxu, təsəvvür elə. Sənətkarımın sözünə qüvvət olaraq Ruslan Səfəroğlu'ya təşəkkür edirik. Ruslan yazır, Ruslan salamlayalım. Çox sağ olsun. Aranjmanı da öz eləyib. Zaten sənətkarımız adına oxumuşuqsa artıq bu ikinci duetimizdir. Birinci duetimiz də elə Roşka var idi həmən duetdə. O duet də çox populyar oldu. Artıq bu ikincidir. Roşka əlin yüngüldür də Roşka. Bu da trenddədir. Təşəkkür edirəm mən sizlərin qarşısında dəyərli sənətkarımıza. İnan bunlar ikisi də elə bir ki az müddətdə milyonlarla sevgi qazanıb. Bəli, çox sevirlər bunu. Təsəvvür Balakənə gedən kimi bir dəstə cavan gəldi, bunu istədilər məndən. Təsəvvür elə. Mən bu sponsorlarımıza təşəkkür edirəm. Bir dənə maraqlı bir şey danışıb, onlar maraqlı. Qoy təşəkkür edeyim sonra. Xahiş edirəm. Sonra bilirəm söhbətimiz gedəcək. Gedəcək. Şirin söhbət damamı qurda verir. Sponsorları qurda verər. Bəli, bəli, bəli. Beləliklə, Tamstore Marketlər şəbəkəsi 3-16 sentyabr tarixində bütün Tamstorelarda yayın son fürsətləri kampaniyası davam qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tamstore Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlar 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tamstore mağazalar şəbəkəsini sosial şəbəkələrdən izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tamstore, tam istədiyiniz market. Sleep Baby uşaq bezləri. Sizə balaca mələklərimizin ən yaxın dostlarından danışacağım. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby-dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantların övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkilərin yaranmasına mane olur. Sleep Baby körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby-nin nəm salfetləri də var. Ətirli, meyvəli, gigiyenik, onları da birlikdə apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby, uşaq bezləri və nəm salfetləri. Dəniz Wedding Azərbaycan gəlinliyin düzgün seçimi bizim üçün çox vacibdir. Sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss edəcək. Gözəlliyin, zərifliyin və zövgün ünvanı Dəniz Wedding Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlinliyi icarəyə götürən hər bir xanıma, gəlinimizə bəzək, yəni saç düzümü, makiyaj hədiyyə olunur Camilla Beauty-dən. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Təşəkkür edirəm Azı xanıma, Aytən xanıma. Və F Group Construction. Arzularınızı reallığa çevirən ünvan. Tikinti, təmir, mebel, hər şey bizdədir. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yeniliklər bizdən təqdim olunur. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyət bir arada istəyirsinizsə, siz doğru seçiminiz F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə telefonları 055 666 88 88. Həyət evi istəyirsinizsə, torpağınız varsa, tikintini bizə etibar edin. Bax belə. Bu gün səhər başıma başınıza nə iş gəlib? Buyurun. İndi o qədər danış ki, qulaq asaq. Bir dənə kurupunu çəkin, ayağımı göstərim sizə. Aha, yıxılıb. Yox. Baxın, görün nə olub. Ora nə olub? Gördünüz? Nə olub? Ayağım səhər yanıb. Necə yanıb? Ay, bilməm, arasından başlayayım. Deməli, səhər, axı, mən səhərlər dura bilmirəm, axı, yuxudan. Mən də köməkçim evdə saat 7-dən durquzub. Düzdür, sizin veriş gün orada başlayır da. 7-dən durquz, sonra da yata bilmədim. Təsəvvür ki, 4-də yatıram da, mən 4-dən tez yata bilmirəm. Ona görə buradan deyirəm ki, məni səhər tezdəndən o verişlərə qurban olum. Səhər tezdən mənim üçün problemdir durmaq, dura bilmirəm. Amma hər birimiz istəyirik də, sizi də. Bütün aparıcılarımızın arzusudur siz olasınız. Bahar xanım, indi gedəcəm, söz vermişəm bir neçəsə gedəcəm, amma çox tez-tez çağırmayın da, hərdən çağırın. Səhər verişlərini tez-tez çağırın. Deməli, gör, getmişəm Bahar xanımın yanı, buradan da salamlayıram Bahar xanımı, mənim stilistim, mənim bax, həmişə belə bəziyiri gözəl. Deməli, dedim ki, kofe gətirin də, mənim üçün yuxum qaçsın. Elə başladılar məni makyaj eləməyə, isti qaynar kofe əlimdə. Yatmısınız? Kofe əlimdə yatmışam, belə. Bahar da məni makyaj eləyir də.
Özü onda elə bir enerji var ki, mənə yaxan kimi gələn kimi yuxu tutur məni. Həmişə yatıram da o makyaj eləyəndə. Kofe də əlimdə içirəm ki, yuxum qatsın da. Kofeni tutmuşam bir çaşkaya özdə, balaca da öylədir. Böyük çaşkayla dedim gətirdirin ki, qoy çox içim, tez yuxum qatsın da. Tutmuşam belə əlimdə, yatmışam. Bir dənə qışqırıq çıxdı məndən, yazıq bahar. Belə təsəvvür elə ki, tullandı göyə çıxdı, dedi, elə bildim ki, yuxu gördün, yuxuda qışqırdın. Töküldü qaynar su bütün ayağımın üstünə. Təsəvvür elə yandı ayağım. Nəzər nəfsdir. Mən buradan Tarix Əliyevi salamlayıram, gözəl dostumu, mərd dostumu. Əlbəttə ki, hər zaman izləyir. Tarixin verişinə dünənləri çıxdınız, bugün sizə göz dəydi. Can, öpürəm səni. Mən buradan salamlayıram gözəl dostumu. Mən tarixi tanıya sevirəm onu. Mən onu insanla gərək yoldaşlıq eləyəsən, dostluq eləyəsən. Mən həmişə tarixi uzaqdan salam eləkməsəm. Onu tanıdıqca mən sevirəm onu. Dünən onun verişinə o qədər gözəl idiniz. Ona görə də göz dəyib. Nəzər nəfis bir gün səhər-səhər. Tarix səhər dünən verişi də mənə gözə aparırlar, ayağım yanıb. Lalə xanım, telefon xəttindədir. Gününüz uğurlu olsun. Çox sağ olun, teşekkür edirəm Lamiyə xanım. Sizin veriliş uğurlu olsun. Çox gözəl verişiniz var. Sağ olun. Çox gözəl qonaqlar dəvət edirsiniz. Mən sizi çoxdan təkib edirəm. Çox xoşuma gəlir sizin veriliş, səviyyəli. Teşekkür ederim. Ve özünüz gibi de seviyeli qonaqlar davet edirsiniz. Mən Mətanət xanımı təbrik edirəm. Konsert programı ilə təbrik edirəm. Özünü təbrik edirəm. Daima belə gözlər göründüyü üçün, mehriban olduğu üçün. Mən Mətanət xanımı təbrik edirəm. Çünki Mətanət xanım gerçekten kişi kimi bir qadındır. O bizim toyu, Milli Qəhrəman ailəsinin toyuna gəldi. Biz onu dəvət elədik və təmənnasız olarak bizim toyu idarə elədi. Və hətta bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinə görə bir dəqiqəlik sükutla bütün zalı ayağa qaldırdı. Borcumuzdur. Mən ona minnətdaram. Bəzən kişi müğənnilərin eləmədiyi bizim ailə üçün elədi. Milli Qəhrəman ailəsi olaraq ona dərin təşəkkürünü bildirirəm. Çox sağ olsun. Bəlkə o belə xatirinə gələr o toy. Lalə xanım, mikrofonu götürün. Lalə xanım, milli qəhrəmanımızın adını çəkin, zəhmət olmasa. Ali Mustafayev. Ali Mustafayevin. Həmkarımız, milli qəhrəmanımız. Allah ona qəni-qəni rəhmət eləsin. Noyabr hadisələrində, vertolyotda, o jurnalist, Ali Mustafayevin yazıları, qələmi. Mən onun sözlərini Azərbaycan mahnısını oxumuşam. Azərbaycan, Asif Kərimov. Onun qələmi, onun yazıları, onun şeirləri, ümumiyyətlə Allah qəni-qəni rəhmət eləsin. Çox təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O həm sənətkar idi, həm də milli qəhrəman olduğu üçün inanın biz fəxr eləyirik. Biz televiziya işçiləri ondan fəxr eləyirik. Çox təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Dönə-dönə təşəkkür edirəm. Allah balalarımızı xoşbəxt eləsin. Lamiyə, inan ki, bax, öz-özümdən elə xoşum gəldi ki, deyirəm ki, bax, indi axı-pusat eləyirlər belə şeylər axı, belə xüsusilə təşkil eləyirlər, zənglər, zal. Mən heç vaxt o şeyləri eləməmişəm. Mən bilirsən ki, elə şeyləri sevmirəm. Mən sevirəm, bu şeylərlə yaşayıram da. Çünki özün nəsə saxta eləyəndə o kimə lazımdır ki? Axı, insan öz əməlləri ilə ucalır. Mən inanırsan, ona görə deyirəm, dünyada gerək yaxşılıq eləyəsən dünyada. Bax, görürsünüz, bax, qabağıma çıxır. Bu sözlər mənim üçün bir sənədir, yaşadır bu məni. Bax, deyirəm, gör nə yaxşı, ilham ver. İnsana nə lazımdır? İnsanı ruhlandırasan, insanın əməyini dəyərləndirəsən, zəhmətini dəyərləndirəsən. İnsana ancaq bu lazımdır. Bax, görürsən, heç mənim ağlıma gəlməzdi ki, o bugün mənə zəng vuracaq. Gör, nə indi çətinliklə düşüb, bura düşmək olmur, nə qədər zənglər gəlir. O qədər zəng var, amma görürsünüzmü? Təşəkkür eləyirəm. Mən, Mətən xanım, məni çox yaxşı tanıyırsınız. Mən heç vaxt, mən özümü aldada bilmərəm. Mən bilirəm, sən necə qızsan. Belə yalandan zənglər düzəlt, nə bilim, nə düzəlt. Bu mənə yaraşmaz. Mənim tamaşaçılarım bilir ki, belə telefon nömrə efirdədir, ekrandadır. Hər kəs görür, ürək istəyən varsa, nəsə sözü olan varsa zəng vuracaq. Yoxdursa da zəng vurmayacaq. Amma mənə deyirlər ki, telefonlar dayanmır. Ay Allah. Bizə də deyirlər ki, ümumi 6 dəqiqə vaxtımız var.
Deyirlər ki, yenə üzr istəyim tamaşaçılardan. Lamiyə, mən bir dənə bir sənə deyirəm, Lamiyə. Və Allahdan dua eləyirəm ki, mikrofonu zəhmət olsun. Sənin üçün dua eləyirəm ki, Allah sənin kimi qızlarımızı, Azərbaycan qızlarını, dostlarımızı. Sən bizim Azərbaycan, bax, hamı bilir ki, Lamiyə deyən kimi hamı sənin adını hörmətlə çəkir. Çox təşəkkür edirəm. Deyirlər ki, o kişi kimi qızdır. Çox təşəkkür edirəm, sən Allah. Səni çox görməsin bizlərə. Qonşu kanalların birində çalışanda hələ hardasa bir 10 il bundan öncə də, onda Lamiyə xanımı tanımırdım. Hər dəfə adını eşidirdim. Arif deyirdi. Liderdə. Allah rəhmət, qəni-qəni rəhmət. Hər dəfə Arif sizdən danışanda deyirdi ki, televiziya sayəsində ümumiyyətlə 2-3 dənə adam vardı. Yəni o 2-3 insan içində Lamiyə xanımın həmişə adını çəkirdi ki, tam fərqli bir insan. Təşəkkür edirəm. Mən sual verəcəkdim Roşka sənə. Vaxtımız çox qısadır. Növbəti yeniliyi nə vaxt gözləyək? Və sən Heydər Əliyev adına sarayda o qədər gözəl səsləndi sənin mahnıların. Mənə haçandır söz verirsən, eləmirsən. Məncə ən böyük uğurları, bax sənin, yox, Roşkanın çox gözəl uğurları var hər kəslə. Ən böyük uğurlar Mətanət xanımındandır. Mən belə düşünürəm. Çünki onun sevənləri tam kəşf elədilər yeni bir remix. Təbii ki, Mətanət xanımla olan uğurlar tam fərqli bir şeydir. Tam fərqli uğurlardır. O tamaşaçı sevgilisini sən Mətanət xanımda çox gördün. Əlbəttə. Sarayda da gördün, konsertdə də gördün. Sarayda da. Mən deyim ki, ümumiyyətlə, xırda bir şey deyim ki, sarayda da hər insan konsert verə bilmir. Verə bilmir, yox. Verə bilmir. Və günü bu günləri nəzərə alsaq ki, biz, məsəl üçün, Mətanət xanımı o qədər alternativ rəqib müğənniləri var. Tək Azərbaycan sayəsində getmir də. Ümumiyyətlə, Gürcüstan müğənnisi gəlir burada konsert verir. Özbəkistan, Gürcüstan, Qazaxstan, Rusiya, Türkiyə, hamısı gəlir burada konsert verir. Bütün dünyadan. Atıram da məsəl üçün... Həmin gündə konsertlər çox idi, ha? Həmin gün konsert çox idi. Mərkəzlərdə konsertlər risk deyirlər, hamı demişdi. Çox riskli bir konsert idi, amma ki, mən özüm sala girəndə görəndə ki, insanlar nə qədər... Yəni, həqiqətən də mən nə qədər sınavda nə qədər çox sevindim. Çünki mən 27 ildir konsert vermirəm. Bilirsiniz, qısa deyim, bir dənə çox az vaxtımız qalıb. İradə İbrahimova Bakıdaydı, qonaq idi. Nigar mənə zəng elədi ki, Lamiyə, mən İradə konsertə gəlmək istəyir. Biz bilet tapa bilmirik. Dedim, ay Nigar, bir həftə bundan qabaq biletləri bitirdi. Hacı Nuran ayaq üstə qalmışdı. Hacı Nuran gəlmişdi ki, rahat oturacaq, ayaq üstə. Dostumu salamlayıram, verilişimizdə olacaq bu günlərdə. Deməli, dedim ki, Nigar, mən sənə necə kömək eləyə bilərəm? Gecə az zəminə jurnalist dostumuz, mətbuat xidmətidir də, Mətanət xanımla işləyir. Dedim, bir dənə zəminəyə zəng elə. Baba müəllimin bir dənə dəvətnaməsi var. Baba müəllimi, sən icazə al, baba müəllimi yerinə dəvətnaməni verin İradəyə. Əslində, Kərim mənə zəng elədi, Mətanət xanım o zəng elədi ki, bəs mənə iki dənə də Roşka, əgər səndə heç kim gəlməyəcəksə, onu bir adam var, xahiş edirəm, verək ona. Dedim, problem yoxdur, kimə istəyirsənsə ver. Kim gəlmirdi, sevinirdik. Ay, bir dənə bilet var. Mənim təbriklərim var, xahiş edirəm. Deməli, bugün mənim Gülayımın doğum günüdür. Mənim bacımın qızının doğum günüdür. Gülayım mənim, qəşəng qızım. Səni təbrik eləyirəm ürəkdən. Gülay, ad günün mübarək olsun. Mən istəyirəm ki, bütün uşaqlar xoşbəxt olsun. Mənim bacımın qızıdır. Ay Allah. Bacımın qızıdır, atalı, analı böyüyəsən. 9-cu sinifdə oxuyur, artıq böyük qız olur. Gülayım, Gülayım, gözəl Gülayım. Aykin, gözəl bacım, sənin gözün aydın olsun və Elşad qardaşımın gözü aydın olsun. Bu belə. Sonra burada təbriklər var. Mehinin doğum günüdür. Emin Sagin'in, bizim SMM, bizim reper, Emin Sagin'in qardaşı qızını Mehinin doğum günüdür. Təbrik edirik Mehin, atası Qədir bəyə göz aydınlığı veririk. Mehin, doğum günün mübarək olsun. Sonra kimin ad günüdür bu günləri? Bir dənə də Təranənin nəvəsi instituta girib. 500-600 bal toplayıb. Mətanət xanımın bacısı Təranənin nəvəsi. 585 balla universitetə daxil olur. Pulsuza düşür. Adaya düşürdü, amma dedi ki, mən pulsuzda oxuyacağım. Harada oxuyacaq? Bakı Dövlət Universitetində. Nə gözəl. Təranənin qızı, adı da Mələk. Təbrik edirik onu. Mələk, sən də təbrik edirik. Bax, bütün ad günü olanları, toy günü olanları bu gün təbrik edirik. Bu gün bizim əziz dostumuz Kamran müəllimin oğul evladının toyudur. Kamran müəllim, gözünüz aydın olsun. Nurinin dostudur. Gözünüz aydın olsun, mənim əziz dostum. Xeyrini görəsiz. Nə bilim, nə arzulayarıq? Biz balalarımıza nə arzulayırıq? Toy, xeyir iş. Bax, burada yığışan hər kəs toy istəyir. Biz xoş məramlı insanlarıq. Ona görə də sonda daha bir mahnı da var. Mən sizə təşəkkür edirəm. İnstudiyaya təşəkkür edirəm.
Anar, stilistim, vizajustam Zeynəbim, Günay, Nigar, hamıya təşəkkür edirəm. Bir dənə tələsik bir dənə söz deyəcəm də. O sevdirə bilmədim gecələr mahnısını. Mən xoşlayıram ki, hamısının, heç kimin haqqını tapdalamayım da. Hamıya həmişə minnətdarlığımı bildirmək istəyirəm. Orada hər iki klipi çəkən xəyal olub. Bizim rejissorumuz. O, mən bilmirəm, nə sirdir, nə möcüzədir. O məndən də elə bir küsüb. Roşkadan da küsüb sizdən. Təsəvvür elə, amma mənim əlim elə uğurlu oldu ki, indi bu saat onun üstündə dava gedir. Mən xəyalla sizi barışdıracam. Belə, sonda bir duet. Sağ olun, birinci gün görüşəcəyik. Gələn həftənin birinci günü. Yalan dünya, yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Kimisini ağladırsan, kimisini güldürürsən. Gel yaşlarda öldürürsən. Ölüme çare kıl ey dünya. Yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Mecnun Leyli'ye vurulmuş, Kerem Əsli'ye qul olmuş, Fərhad Şirin'e yoğrulmuş. Məni də yarıma yaz ey dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Zalımı yerə sərmədin ki, haktan yana olmadın ki. Kasıbın əlin tut ey dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, yalan, yalan, yalan dünya. Yalan dünya baştan başa. Sülh içinde ol ey dünya. Yalan, yalan, yalan dünya. Bu dünya yalan dünya, 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 yalan, yalan, yalan dünya. Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi.